Əzizlərim, necəsiniz? Bugün sizlərə rezindən qolbaq düzəldəcəm. Bugün mən əslində bunu dünən aldım, 60 qəpiyə Sumqayıtda satılır. Hər yerdə satılır, mən Sumqayıtdan aldım. Lakin bunların içində belə, mən düzəltmişəm, indi yenə sizlərə göstərəcəm. Belə S hərfində, yəni tutacaqlar var, S hərfi kimi. Yəni bunları mən Sumqayıtdan almışam, bunu Leyla Parfümeriya mağazasından almışam. Hər yerdə ola bilər, amma mən Sumqayıtdan almışam. 60 qəpik. İndi isə bunu qolbağı necə düzəltdiyimizə baxaq. İndi isə mən sizlərə bu qolbağı necə düzəltmək lazımdır, onu göstərəcəm. Əlbəttə ki, bizə bayaq dediyim kimi bu tutacaqlardan 7 ədəd lazımdır. Və əlbəttə ki, bu rezinlərdən bizə 6 ədəd lazımdır. İndi isə mən düzəltməyə başlayıram və siz də hər dəqiqəsini, hər saniyəsini diqqətlə izləyin. Bu əslində asan bir yoldur. Başqa yolları da var, onları da izləyə bilərsiniz. Başlayaq. Bu tutacağın bir tutacaq və bir rezin götürürük. Bu tutacağın belə bir yeri var. Onu, bu rezini bura keçirdirik. Belə. Sonra başqa bir rezin götürüb keçirdirik. Çox asandır. Belə keçirdik. Zəncirvarı eləyəcəyik və bu rezini götürüb bura keçirdirik. Yəni bu şəkildə belə davam edirik. Tutacaq keçirdirik. Tutacaq keçirdirik və rezin keçirdirik. Tutacaq keçirdirik və rezin keçirdirik. Və sonuncu tutacağımız qalıb. İndi isə belə keçirdik. Zəncirvarı alındı və sonra isə bu rezinləri belə yenə tutacaq keçirdirik və digər tərəfə isə belə aparırıq. Belə keçirdirik. Alındı. Bizim qolbağımız bitdi. Artıq belədir. Bu 60 qəpiklik rezinlərin içində sadəcə 7 ədəd tutacaq yoxdur. Nə qədər tutacaq var? Böyüklərin əlinə, kiçiklərin əlinə ölçülərini özünüz eləyə bilərsiniz. Kiçik və ya böyük olarsa onların tutacaqlarını çıxardıb və ya tutacaqlar əlavə edə bilərsiniz. Və bunun içində 100-dən artıq rezin var və mən sadəcə 6 rezin öz qolum üçün 6 rezin və 7 tutacaq istifadə etdim. Mən yəni hər şeyi düzəltmək olur, sep düzəltmək olur və ya başqa şeylər düzəltmək. Sep də düzəltmək olur, mən elədiyim kimi qolbaq da düzəltmək olur. Siz nə istəsəz düzəldə bilərsiniz. Çox asandır. Başqa yolları da var, izləyə bilərsiniz. Mən gələn dəfə sep də düzəldəcəm. Sağ olun, salamat qalın.